Bugünkü günü əlbəttə ki, o bayağı deyirsə, o bayağı sözləri oxuyan insan durub mənə nə obraz göstərə bilər? Əlbəttə. Nə yarada bilər? Həm ən çox da ürək ağrıdan siz nədir? O səhnəyə çıx, səhnə mənim üçün çox müqəddəs bir yerdir. İndi ola bilər kimsə elə-belə yanaşır. Çünki nəyə görə mənim üçün müqəddəs yerdir? Mən çünki oxuyanda o qədər xoşbəxt oluram. Mənə elə gəlir ki, məsələn, mənim cənnətimdə orada yaşayıram. Canlı oxumaqdan söhbət gedir də, mən oxuyanda heç vaxt yadıma gəlmir harda oluram. Oxuyuram da qəlbim, mən elə gəlir, mən Allah Taalaya biraz da yaxın oluram. Həmin anda mən tam başqa bir yerdə oluram. Və siz təsəvvür edin ki, mənim müqəddəs saydığım bir səhnəyə hansısa bir o bayağı sözləri, musiqi. Ümumiyyətlə, musiqidən xəbərsiz bir insan çıxıb özü üçün. Özü baxırsız, elə gözəl də geyinirlər, elə gözəl də xanımlardır. Çıxır özü üçün, heç dərk eləmədən nəsə elədi də, efir vaxtını yəni belə doldurdu, çıxdı, getdi. Mən həmin anda o müqəddəs yerdə öz keçirdiyim hallarımı nələrə alaraq, inan özümü gücünə saxlayıram, deyim ki, siz heç bilməz bu dəqiqə hansı yeri tapdaladınız, keçdiniz. Ora mənim üçün hətta başımı qoyacaq bir yerdir. Səhnə mənim üçün çox əziz və müqəddəs bir yerdir. O bayağı mahnıları, sözləri oxuyan insanlar isə mən hesab edirəm, onlar da bir cür bədbəxt insanlardılar.